Hər vaxtınız xeyir olsun bir daha əziz kanal izləyiciləri. Növbəti video izahımızı çəkməyə hazırlaşırıq. Bugünkü bölməmiz olacaq elektron cədvəllərdə diaqramlar və onların elementləri və artıq bu bölməyə qədər olan bütün belə deyək də toplu Dövlət İmtahan Mərkəzinin yeni toplu izahları kanalımızda yerləşdirilibdir. Həmin videolara kanalımıza daxil olaraq baxa bilərsiniz. Və onu da qeyd edeyim ki, zamanımız olduqca informatika abituriyent proqramını tam əhatə edə biləcək şəkildə mövzularımızın detallı izahları da kanalımıza yerləşdirilir. Təbii ki, bu bütöv proqramı il ərzində çalışıb kanala tam şəkildə yerləşdirəcəm bütün bölmələrə üzrə izahları. Təbii ki, bunun üçün bir balaca vaxt zaman lazımdır. Həm məktəb, həm hazırlıqlar zamanımızın yetdiyi qədər dəstək olmağa çalışırıq sizlərə. Və sizdən də istəyimiz nədir? Kanalımıza abunə olasınız, videolarımızı bəyənib, paylaşıb, şərh yazasınız ki, kanalımız böyüsün, kanalımız daha çox abituriyentə, özləri hazırlaşan şəxslərə çatsın ki, onlar da bu kontentlərdən yararlana bilsinlər. Və diqqətinizə nəyi çatdırmaq istəyirəm? Bizim ödənişli qruplarımıza, dərslərə qatılmaq istəyənlər üçün bildirim ki, hal-hazırda həm davam edən əyani onlayn qruplarımıza, həm də oktyabr ayından yeni başlayacaq qruplarımıza qeydiyyat hələ də davam eləyir. Dərslərimizə qatılmaq üçün nə etməlisiniz? Dərslərimizə qatılmaq üçün bizlə əlaqə saxlamalısınız. Bizlə də necə əlaqə saxlayasınız, onu da sizin diqqətinizə çatdıraq. 070 204 8087 nömrəsi mənim əlaqə nömrəmdir. Ekranda da indi çıxardaq, göstərək. Baxın, burada gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sizin suallarınızı cavablandıracağıq. Dərslərimizə qatılıb sınaq dərsi kimi iştirak edib dərslərimizə baxa bilərsiniz və bizlə informatika öyrənməyə davam edə bilərsiniz və onu da qeyd edeyim ki, əyani dərslərimiz yalnız neftçilər ərazisindədir. Bəzən əyani dərslərlə bağlı müraciət eləyənlər yəni ərazi ilə bağlı narazıçılıq eləyirlər. Amma yəni praktik olaraq eyni zamanda Bakı şəhərinin bütün ərazilərində ola bilmədiyim üçün neftçilər ərazisində əyani dərslərimizə qatıla bilərsiniz, amma Respublikanın hər bir nöqtəsindən onlayn dərslərimizə qatıla bilərsiniz. Onlayn dərslərimizlə əyani dərslərimizin heç bir fərqi yoxdur, nə izah nöqteyi nəzəri ilə, ya material nöqteyi nəzərindən. Sadəcə onlayn dərslərdə bir balaca şagird özünə qarşı tələbkar və disiplinli olmalıdır. Düzdür, bizim indi mexanizmimiz işləyir, nəzarət mexanizmi. Yəni, demək istədiyim şey nədir? Əyani dərslərdə şagirdin birəbir təmasda olursan deyə, əyani dərslərdə şagirdin tapşırığı, verilən tapşırığı vaxtında, yerində işləyib işləməməsi tam nəzarət altında saxlamaq olur. Yəni, şagirdin dərsə hazırlıqlı olub olmadığında əyani dərsdə daha tez anlamaq olur. Onlayn dərslərdə bəzən şagirdlər özlərini yaxşı maskalaya bilirlər. Təbii ki, hər bir şagirdə aid deyil. Bəzi şagirdlərə aiddir bu məsələlər. Sadəcə biz onun üçün də bir mexanizm planlamışıq. Həmin mexanizm vasitəsilə o şagirdləri də nəzarətdə saxlaya bilirik. Yəni, bacardığımız qədər o şagirdlərin də dərsə hazırlıqlı olub-olmadığın qəti şəkildə, dəqiq bir şəkildə üzə çıxardırıq və üzə çıxartdıqdan sonra zamanında doğru tədbir görürük ki, onlaynla da yaxşı nəticələr əldə edə bilək. Və onlayn nəticələrlə, yəni onlayn hazırlaşıb yüksək nəticə əldə edə bilərəm. Təbii ki, əldə edə bilərsiniz. Bizim Instagram səhifəmizdə onlayn dərslərimizə qatılıb yüksək nəticə hazırlaşan, yüksək nəticə əldə edən şagirdlərin nəticələri paylaşılıbdır və yaxud mənə yazsanız, mən o şagirdlər haqqında yenə də sizə məlumat göndərə bilərəm.
Yəni yüksək nəticənin belə deyək də əyani və onlayna heç bir dəxli yoxdur. Sadəcə yüksək nəticə əldə eləmək istəyən şagird məqsədli bir şagirddir və özünə qarşı tələbkardır, iradəlidir və disiplinlidir. Ümumiyyətlə nəticə buradan başlayır. Bu videomda bir balaca çox danışdım izahlara keçməmişdən və həmişə mən şagirdlərə də bildirirəm ki, siz yüksək nəticə əldə eləmək istəyirsinizsə, çalışma məsələsi individualdır. Yəni ola bilər ki, elə şagird var ki, onun nə isə öyrənməsi üçün saatlarla kitabın üstündə oturması lazımdır. Ə, amma bunu artıq biz hər bir şagirdə tətbiq eləyə bilmərik ki, yəni biz hər bir şagirdə zorlaya bilmərik ki, bir şagird 5 saat kitabın üstündə oturursa, hamı 5 saat kitabın üstündə otursun, öyrənsin. Ə, necə çalışmalı yox, verimli çalışmanı öyrənmək lazımdır. Yəni ola bilər ki, birinin 5 saat öyrəndiyin digəri 15 dəqiqə öyrənsin. Yəni bu normal bir şeydir. Ona görə də hər bir şagird ən yaxşı öyrənmə metodun özü üçün özü daha yaxşı bilir ki, yəni mən bu üsuldan daha yaxşı öyrənə bilərəm və məqsədi olanlar bunu özünü tətbiq eləyir, məqsədi olmayanlar tətbiq eləmir. Yəni ümumilikdə qısa bir xülasə keçim ki, öyrənmənin əyani və onlayna heç bir dəxli yoxdur. Burada məqsəd, məsələ şagirddən asılı olaraq dəyişir. Aha, deməli belə. Biz indi gəlib nədən danışırıq? Cədvəl prosesorlarının bütün izahları artıq kanalımıza yüklənib və cədvəl prosesorlarından əvvəlki bölmələr də detallı şəkildə kanalımıza yüklənibdir. Biz bu gün danışasıyıq nədən? Biz bu gün danışasıyıq. Deməli, elektron cədvəllərdə diaqramlar və diaqram elementləri. Başlayaq izahlarımıza. Deməli, görək bizə nə deyir? Birinci sualdan başlayırıq. Deyir ki, elektron cədvəl redaktoruna aid olan bölüm hansı lentdə yerləşir? Deməli, burada sualımızın cavabı olacaq. Ümumiyyətlə, biz hər hansısa bir obyekt qoşma əlavə eləyiriksə, bizim obyektlərimiz və qoşmalarımız insert lent tabının əlavə et, yəni hərfi tərcümədə əlavə et lent tabının içərisində olasıdır. Birinci sualımızın cavabı B variantı. Sonra gəlib baxırıq, ikinci sualda bizə deyir ki, diaqram hansı diapazon əsasında qurulubdur? Deməli, siz gəlib bu diaqrama baxsaz, bu bir dairəvi diaqramdır və burada 3 verilənin qiyməti qeyd olunubdur. Deməli, siz elə bir diapazon seçməlisiniz ki, orada 3 xana olsun. Məsələn, A5, C5 desəz, A5, C5-də 3 dənə xana var. A4, C4-də 3 dənə xana var. A3, C3-də 3 dənə xana var. A2, C2, A1, C1. Yəni hamısında 3 xana var. Sadəcə siz bunların faiz nisbətini hesaplamalısınız. 60, 10, 30. 60, 10, 30 verib də sizə. Deməli, biz buradan gəlib baxsaq, 60, 10, 30 nisbətdə bunların hamısını cəmləyərəm. Misal üçün, bu nə verir bizə? 1, 2, 3-ü cəmləsəm, bu mənə verir 6. Yəni, söhbət birinci başladım elə bu A1, C1-dən. Bunların cəmi elədi 6. Məsələn, mən baxsam bu 3, bu digərlərinin 50%-dir. Amma bu diaqramda 50% yoxdur. Y variantı çıxacaq. A2, C2-yə baxsam, 2, 5, 3. Bunların cəmi eləyir 10. 2 10-un 20%-dir, 5 10-un 50%-dir, 3 də onun 30%-dir. Yenə də bu da burada verilən diaqrama uyğun gəlmir. D variantında çıxacam. A3, C3-ü cəmləsəm, gəlib alıram 7, 3, 2, 5, 2, 7. 3, 7-nin, yəni mən burada tam faizlər almayacam. 3-ü 7-yə bölüm və burada 2 dənə də qiymət bərabərdir. Deməli, burada 2 dənə bu diaqramda 2 dənə bərabər hissə olmalıdır. A4, C4-ə baxsam, gəlib alıram 20, 2, 6, 8, 12. Bunları cəmləyəndə alıram 20. Məsələn, 2 20-nin neçə faizidir? 2-ni bölürəm 20-yə vururam 100-ə, bu mənə 10% verəcək. 6 20-nin neçə faizidir? 6-nı bölürəm 20-yə, vururam 100-ə, 30% verəcək. 12 20-nin neçə faizidir? 12-ni vururam 100-ə, bölürəm 20-yə, 60% verəcək. Deməli, bu ikinci sualda cavabımız B variantı olacaq. Sonra gəlib baxırıq üçüncü suala. Üçüncü sualda diaqram hansı diapazon əsasında qurulmuşdur? Deməli, gəlib baxırıq. Burada 3 dənə qiymət verilibdir bizə.
Deməli, qiymətlərim hansı aralıqdadır? 1-in qiyməti 8-dir. 8 burada var. 2-nin qiyməti 2-dir. 2 burada var. Bu da 8 ilə 10-un arasındadır da. Və bu 3-ün də qiyməti 8 ilə 10-un arasındadırsa, bu da 9-dur. Deməli, 8, 2, 9 ardıcıllıqla 1, 2, 3 hansı diapazondur? B1-dən B3-ə, yəni B1-dən B3-ə qədər olan qiymətləri verib burada. Sizə deməli, bu diapazon olaraq B1, B3 diapazonudur. Sonra gəldik, baxdıq, növbəti sual nədir? Dördüncü sualda göstərilən hissə bu diaqramın nəyə adlanır? Legendası adlanır. Dördüncü sualda cavabımız olacaq D variantı. Sonra baxırıq 5-ci sualda. Deyir ki, verilmiş elektron cədvəldə əmək haqqı sütunu üzrə artan sıralama üzrə artan sıra üzrə sıralama aparılarsa neçə işçi öz mövqeyində qalar? Artan sıra nə deməkdir? Yəni düzülüş azdan çoxa. Düzülüş azdan çoxadırsa, deməli ən az maaş əmək haqqı kimdədir? Ən az əmək haqqı 1200-dədir. Bax bu 7-ci sətr gəlib qalacaq burada. 1200-ün ardınca nə gələcək? 1400. Sonra ardınca 6-cı sətr. Sonra 1500. 1500 bax bu 3 yerində qaldı. Üçüncü adam yerində qaldı. Sonra 1500-dən sonra 1600. Dördüncü adam yerində qaldı. 1700. Beşinci adam yerində qaldı. Ee, Sonra 1800 gəlməlidir. Sonra 1 gəlməlidir və sonra da 2000, 2 gəlməlidir. Məndən soruşurdu ki, neçə işçi öz mövqeyində qaldı? 3 öz mövqeyində qaldı, 4 öz mövqeyində qaldı, 5 öz mövqeyində qaldı. Yəni 3 nəfər öz yerini dəyişmədi. 5-ci sualda cavabımız D variantı. Sonra baxırıq 6-cı suala. A5-C5 diapazonuna əsasən qurulmuş diaqramda uyğun qiymətlər neçə olmalıdır? Deməli, birinci baxıram, 1-in A5-C5 diapazonu əsasında qurulubsa, burada bizə nə verib? A2-C2 diapazonunun cəmi. A2-C2 diapazonunun cəmi, bunu cəmləməyə ehtiyac varmı? Baxaq görək. 27, 44, bu bizə verir 71, 71, 10, bu bizə verir 81. Yəni bura gəlib alasıyam 81, yəni bu A5 xanasına. B5 xanasında B2 ilə B4-ün cəmidir. 10, 93, bu bizə verəcək 103 və A4, C4. A4, C4-ün də cəminə nə alıram? 19, 93, 112, 20 də burada 132. İndi bizdən nə istəyirdi? Bizə deyirdi ki, diaqram A5-C5 diapazonu əsasında qurulmuş diaqrama uyğun qiymətlər neçə olmalıdır? İndi A5-C5 əsasında qurulubsa, birinci, deməli, birinci olmalıdır 81, ikinci olmalıdır 103, üçüncü olmalıdır 132. Bu da bizə D variantında verilib. 7-ci suala baxsaq, 7-ci sualda deyir ki, elektron cədvəldə deməli, elektron cədvəl fraqmenti verilmişdir. Hesablamaların icrasından sonra A2, D2 diapazonuna alınmış qiymətlərə görə diaqram qurulmuşdur. Alınmış diaqram hansıdır? Birinci biz qiymətləri müəyyənləşdirək. Qiymətlərdə nə var? Qiymətlərdə var A2, C2 diapazonu, A2, D2 diapazonu əsasında qurulub da. C1 çıxaq B1. 5-dən 2-sini çıxsam, bura olacaq 3. 2A1 çıxaq 2. Yəni 2 vur 4, 8. 8-dən də A2, A2-yə də 3 tapdım da. 8-dən də 3-ünü çıxsam, burada olacaq 5. 3, 5. A1 böl 2. Yəni 4-ü 2-yə böldüm. 2, 1 çıxdım 1. Burada da B1 üstə gəl B2 veribdir. Yəni 2 ilə 5-i topladım. Bu da mənə verdi 7. 3, 5, 1, 7 qiymətlərini almalıdır. 3, 5, 1, 7 qiymətləri də B variantında yoxdur. Baxaq görək. 3, 5, 1, 7 qiymətləri C variantında verilib. Baxın, 3, 5, 1, 7. Bu da olur növbəti sualımızın izahı. Sonra gəlib baxırıq 8-ci suala. 8-də bizə nə veribdir? Deyir ki, elektron cədvəl fraqmenti verilmişdir. Bu cədvəl əsasında aşağıdakı diaqram qurulmuşdur. Diaqram hansı diapazon əsasında qurulmuşdur? Deməli, burada 3 dənə qiymət varsa, mən ya baxmalıyam B2, B4 diapazonuna, ya da baxmalıyam C2, C4 diapazonuna. B2, B4, C2, C4. Yəni, bu qalanların çıxdım, çünki burada xana sayları doğru deyil. Bunu da, məsələn, mən B2, B4 diapazonuna baxıramsa, gəlib, misal üçün, bunu nəfər hesablayaram. Burada bir-birinə
yaxın olan 95, 96, 50, 90, 80, 95 var. Burada çox böyük ehtimal ki, cavab C2, C4 olacaq. Məntiqi düşündüm. Niyə görə? Çünki 90, 80, 95 bunlar bir-birinə daha yaxındır. Yəni bunlar da faiz olaraq burada bir-birinə yaxınlıq göstərilib. Amma 95, 96-nın yanında 50-nin verilməsi burada bir balaca uçurum var qiymətlər arasında. Onda o faiz olaraq da öz uçurumunu göstərməlidir. İndi misal üçün mən 50 bu üçünün cəmi bizə nə verir? Bu üçünün cəmi 95, 50, 96. Bunları cəmləsəm 241 alıram. 241 alıram. Gəlib digər tərəfi cəmləsəm, yəni 90, 80, 95-i cəmləsəm, burada 265 alıram. 265. Məsələn, 50, 241-in neçə faizdir? Nətər hesablayaram? 50-ni vuraram 100-ə, bölərəm 241-ə. Məsələn, mən bu 50-də gəlib nə alıram? 20 tam neçəsə. Yəni bu cədvəldə 20 tam neçəsə faiz yoxdur deyə bu yanlışdır. Amma buradakıları yoxlasaz, məsələn, tutaq ki, 90 265-in neçə faizidir? 90-ı vuraram 100-ə, bölərəm 265-ə. Onda gəlib görərəm ki, bu 33,96 alınıbdır. Yəni özünüz bunu yoxlaya bilərsiniz. Kalkulyatordan görəsiniz ki, ödəyəcək. 90, daha doğrusu 9-cu suala baxıram. Elektron cədvəl fraqmenti verilmişdir. Bu cədvəl əsasında aşağıdakı diaqram qurulmuşdur. Diaqram hansı diapazon əsasında qurulmuşdur? Deməli, burada bir dənə 50% var. Yəni, hansısa biri digərçisinin cəmidir. Deməli, burada gəlirik, baxırıq. Biri digər ikisinin cəmi şəklində göstərilən bu elə deba bu sütundur da. Məsələn, 850, 500-dən 350-nin cəmidir. Burada da məsələn, böyük 14, 7 ilə 4-ün cəmi deyil, 33 də 25 ilə 22-nin cəmi deyil. Bura 50%dir, bu da digər ikisinin cəmi də 50%dir. Deməli, elə burada gəlib D2, D4 diapazonunu götürə bilərsiniz. 9-cu sualda da cavabınız D variantı olacaq. Ən rahat üsulla. 10-cu suala gəlib baxsaq, 10-cu sualda bizə deyir ki, Malik Elvin, Səlim Riyad Yusif sahib olduqları heyvanların adları və sayları diaqramda göstərilmişdir. Aşağıdakı şərtlər ödənərsə, həmin şəxs şərtdəki say qədər heyvanları başqa şəxsə hədiyyə edir. Qeyd deyir ki, birdən çox şərt ödənilikdə hədiyyə ediləcək heyvanların miqdarı cəmlənir. Deməli, birinci şərt, inəklərin sayı 30 ilə 80-in arasındadırsa, bir inək. Qoyunları 40 ilə 50-nin arasındadırsa, bir qoyun. Qoyunları 55-85 arasındadırsa, 2 dənə qoyun. Deməli, gələk baxaq, kim daha çox heyvan hədiyyə edəcək? Deməli, inək bu qara sütunlardır, qoyun da boz sütunlardır. Deməli, Malik. Malikdə, gəlin bu şərtləri bir də göstərək. Malikdə inək qara sütundur. Malikdə 40 dənə inək var. 30 ilə 80-in arasındadırsa, Malikdə bir inək. Qoyunlarının sayı da 55 dənədir. 55 dənədirsə, bu nə birinci şərt ödəmir, nə də ikinci şərt ödəmir. Çünki konkret 55 verib də burada baxsaz. Nə birinci şərtə, nə ikinci şərtə uyğun deyil deyə Malik elə bir dənə inək hədiyyə eləyəcək. İndi baxıram Elvinə. Elvinin inəklərinin sayı 85 dənədir. Deməli, bu birinci şərt ödəmir deyə inəklərindən hədiyyə vermir. Qoyunlarının da sayı neçə dənədir? 35 dənə də qoyunu var. Qoyunlar üçün də heç bir şərt, nə bir ikinci, nə üçüncü şərt ödənibdir. Bu ümumiyyətlə hədiyyə vermir. İndi baxıram Səlimə. Səlimin inəklərinin sayı nə qədərdir? 20 dənə. İnəkdən hədiyyə verməyəcək. Qoyunlarının sayı nə qədərdir? 75 dənə. 75 dənədirsə üçüncü şərt ödənir. Deməli, Səlim onda 2 dənə qoyun hədiyyə verməlidir. Sonra baxıram Riyada. Riyadın 60 dənə inəyi var. 60 dənə inəyi varsa bir inək hədiyyə eləyəcək. Və gəlib baxıram 55 dənə də qoyunu var. 55 dənə də qoyunu varsa qoyunlarından hədiyyə verməyəcək. Elə bunda bir dənə inək olacaq. Sonra gəlib baxıram burada Yusifə. Yusifin 45 dənə inəyi varsa bir inək hədiyyə verəcək. Yusifin 55-dən 60-ın arasındadır. Yəni bax bu qoyunlarının sayı 55-dən çoxdur. Deməli 2 dənə də qoyun hədiyyə eləyəcək. 1 ilə 2-ni toplayanda bu deyir 3. Deməli ən çox heyvanı Yusif hədiyyə eləyəcək. Burada da sualımızın cavabı C variantı olacaq. Bu da olur 10-cu sualımızın izahı. Sonra gəlib baxırıq 11-ci suala. 11-də bizə nə deyir?
Elektron cədvəldə verilmiş düsturların hesablanmasından sonra müəyyən diapazon əsasında şəkildəki diaqram qurulmuşdur. Diaqramın hansı xanalar diapazonu əsasında qurulduğunu müəyyənləşdirin. Deməli, gələk baxaq. Bura nə yazılıb? A1 üstəgəl A3. Yəni 1 ilə 4-ü toplayacaq. Buranın qiyməti 5-dir. Bura nə yazıb? B3 üstəgələk C3. O bir dənə buranı hesablayaq. Bura nə verib? A3 çıxaq A1. A3 çıx A1, yəni 4-dən 1 çıxıram. Bura mənə 3 verir. Bura nədir? C1 vuraq A2. C1-in qiyməti 3-dür. A2-nin də qiyməti 5-dir. 3-ü 5-ə vururam. Burada mənə 15 verir. Sonra baxıram bura. B3. B1 vuraq C1. 2-ni 3-ə vurdum. 6. 6-dan da B3-ü. 2-sini çıxdım. Burada mənə verəcək 4. Bir də hesablayıram. 2-ni 3-ə vurdum. 6. 6-dan da B3-ü. 2-ni çıxdım. Hə, 4. İndi bura baxıram. Bura nədir? B3 ilə C3-ü cəmləyirəm. 2 ilə 4-ü cəmləyədim. 6. 6-nı da 5-ə vurdum. Burada aldım 30. Aha. İndi burada da hansı faiz nisbətindədir? 10, 30, 60-dır da. Məsələn, mən baxıram B1, B3-ə. B1, B3-də bunları cəmləsəm, B1, B2, B3, B1, B3-də 2 dənə bərabər xana var da. Yəni, gərək burada 2 dənə faiz eyni olsun. B1, B3 olmayacaq. A1, C1-ə baxıram. A1, C1-də də A1, B1, C1-də bunların cəmi 6 eləyir. Bunlardan biri digərsinin cəminə bərabərdir. Gərək bu diaqramda 50% olsun onda. Yəni, məsələn, 3 bu diaqramın 50% olmalıdır. Çünki digərsinin cəminə bərabərdir. A1, C1-də olmayacaq. A3, C3-ə baxıram. 4, 2, 4. Burada da yeni 2 dənə 4 var. Deməli, burada 2 hissə faiz olaraq bərabər olmalıdır. Bu da olmayacaq. C1, C3-ə baxıram. C1, C3-də 3, 15, 4 veribdir bizə. Bunların cəmi 22 verəsidir bizə. Bir dənə verib də A2, C2 veribdir. Çox güman ki, A2, C2 olacaq. Çünki bunu hesablasaz ödəməyəcək. A2, C2-də 5, 15, 20, 30 da burada 50. 5 50-nin 10%-idir. 30 50-nin 60%-idir. 15 də 50-nin 30%-idir. Yəni bunu cəmləsəz 50 eləyir. Yəni bu A2, C2 diapazonundakıları və faiz olaraq hesablasaz bu diaqram tam A2, C2 diapazonuna uyğun gəlir. 12-ci sualda bizə nə deyir? Deyir ki, diaqramın elektron cədvəlinin hansı diapazonu əsasında qurulduğunu müəyyənləşdirin. Yenə nə görürsünüz? Bir dənə 50% var, digərcisi də 3 qiymətdən təşkil olunub. Burada bir balaca yaxşı düşməyibdir. Yəqin ki, bu 3 hissədir də. Bir dənə mən hər ehtimal bunu kağızda testin öz üzərində baxım. Neçənci sual idi bu? 12-ci sual. Hə, bura 50%dir, bura 17%dir. Burada 33%dir. 17% və bir də 33%. Burada 50%. İndi gəldik, baxdıq 12-ci suala. 12-ci sualda görək bizə deyir ki, hansı diaqram əsasında qurulduğunu baxın. Məsələn, baxıram A1, A3-ə. A1, A3 budur da. Elə A1, A3-ə mən baxanda görürəm ki, bunun bir dənəsi digərçisinin cəminə bərabərdir. Deməli, elə bu 50%, 50, elə burada cavab A variantı olar. Çünki 450, 300 ilə 150-nin cəmidir. Bunların cəmi 900 eləyəcək. Hər birində hesablasaz bu diaqramdakı faizlər elə ödənəcək. Elə burada cavab A variantıdır. Uzun-uzadı getmirəm. 13-cü suala baxıram. Elektron cədvəl fraqmenti aşağıda verilmişdir. Diaqram qurulubdur. Diaqramın tipini və onun hansı diapazon əsasındakı deməli, üzr istəyirəm. Diaqramın tipi gördüyünüz kimi dairəvi diaqramdır. Dairəvi diaqramda nə adlamasıdır? Pay ya A variantı ya da D variantıdır. Bu C, B, C, Y variantlarını çıxırıq. İndi burada faiz olaraq yenə biri digərçisinin cəminə bərabərdir. 50% var. Mən B2, C3-ə baxsam, B2, C3-də 4 dənə xana var. Yəni B-dən C-yə 2-dən 3-ə. Yəni bu 4 dənə xana. Amma C2, C3-ə baxsam, C2, C3-də göründüyü kimi 80, 50 ilə 30-un cəmidir. Yəni bir dənə 50% olacaq. Elə burada cavabımız D variantı olar. 14-cü sualda nə deyir bizə? A2-C2 diapazonuna uyğun olaraq qurulması üçün A1 xanasında hansı tam ədəd yazılmalıdır? Əslində burada A1 xanasında e, bu 6, indi burada cədvəl yaxşı düşməyibdir. Bircə dəqiqə mən yenə də bunu baxım. Neçənci sualdır? 14-cü 14-cü sual. 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 14-c
Hə, deməli, burada bu 6 hansı xanaya aiddir? B1-ə, bu da C1-ə. Bura bir x deyirəm. İndi gəldik, baxdıq. Burada iki dənə faiz bərabərdir də. Deməli, mən gəlib A2 xanasının qiymətini yazsam. A2 xanasında A1 plus B1 çıxaq 4. Yəni x plus 6 çıxaq 4. Yəni x plus 2. Sonra B2-nin qiymətinə baxıram. B2-nin qiyməti bərabərdir. 6A1 üstəgələk C1. Yəni 6x plus 5. 6x, yəni belə olacaq. 6x 6A1 üstəgələk C1. 6x plus 5 bölək 5. Sonra bir də C2-nin qiymətinə baxıram. C2-nin də qiyməti nəyə bərabərdir? A1 plus 1 vuraq A1 çıxaq 4. Yəni x plus 1 vuraq x minus 4. Ə, deməli, bizə nə veribdir? Bizə deyir ki, bura mən gəlib alıram. Bura mən gəlib alıram. Deməli, bax bu A2 B2-yə bərabər olmayacaq. Niyə? Çünki çünki mən 6-nı 5-ə böləndə 1/2x verir də mənə. Düzdür? 1/2x. 1/2x plus 1 verir bu mənə. 1/2x plus 1. Deməli, buradan bircə dəqiqə biz bunu nə edə bilərik? Burada iki dənə hissə bərabərdirsə, biz bunları necə bərabərləşdirək? Nəyə əsasən bərabərləşdirə bilərik? Hə, yadınızda saxlayın. Diaqram həmişə faizlər necə olur? Faizlər diaqramda soldan sağa doğru nömrələnir. Yəni, məsələn, əgər diapazonum məndə A2, B2, C2-dirsə, bu diaqramın birinci, ikinci, üçüncü hissəsidir. Yəni, siz burada bərabərlik, yəni tənlik qurmaq istəyirsinizsə, görürsünüz, burada 2 dənə 35% var. Onda siz bu birinci hissəvizə uyğun gələcək, bu ikinci hissəvizə, bu üçüncü hissəvizə. Deməli, siz onda x-i tapmaq üçün B2-ni C2-yə bərabər eləməli olasınız. Yəni, gəlirik buradan da, deyirik ki, 6x plus 5 bölək 5 bərabərdir. Bunu da gəlib vurub açsaq, x kvadratı çıxaq 4x üstə gələk x çıxaq 4. Buradan da alırıq ki, 6x üstə gələk 5 bərabərdir 5x kvadratı. Burada qalır çıxaq 15x, çıxaq 15x və çıxaq 20. Çıxaq 20. Buradan da biz bunu sadələşdirsək, 5x kvadratı çıxaq 21x, çıxaq 21x və çıxaq 25 bərabərdir 0. Nə yaman uzandı bu belə? Diskriminantı hesablasaq, b-nin kvadratı 21 vur 21. Bu eləyir 441. 441 üstə gələk 4 vur 5 vur 25. Nə aldıq? 941 verir bizə. Kök altında 941-dən nə çıxır? Heç nə çıxmır. Bir dəqiqə, mən nəsə yanlış eləmədim ki. 6 vuraq A1 üstə gələk C1 bölək 5. A1 plus B1. X plus 6 çıxaq 4. Bir dənə bunu digər tərəfdə yazaq görək. Burada nəsə mən yəqin ki, yanlışlıq eləmişəm. Bir dəqiqə bunları yeniləyək. Deməli, biz baxırıq 14-cü suala. Gələk buradan. Tam ekran paylaşaq. Deməli, 14-cü sualda mən gəlib nə deyirəm? Deyirəm ki, A1-in yerinə qoyuram x. B1-in qiyməti 6-dır. B1-in qiyməti 6-dır. C1-in də qiyməti 5-dir. İndi gəlib A2-ni hesablayıram. A2-də mənə nə verib? A1 üstə gələk B1, yəni x plus 6 çıxaq 4. Çıxaq 4. Bu mənə nə verir? Bu mənə x plus 2-ni verir. Sonra gəlib B2-yə baxıram. B2-yə. B2-də verib 6 vurulsun A1. Yəni 6 vurulsun x üstə gələk C1 5.
Sonra təzədən bunu da gəlib bölüb 5-ə. Bunu da gəlib bölüb 5-ə. Yəni mən bunu 6x üstəgəl 5 böl 5 kimi yaza bilərəm. Sonra bir də gəlib baxıram C2-yə. C2-də də mənə nə veribdir? A1 plus 1, yəni x plus 1 vurulsun x minus 4. X minus 4. Deməli, mən diaqram quranda, bura məndə A2 olacaq. Yəni, baba, diaqram qurulanda bu belə gələcək. Bura olacaq A2. Yəni, bunu qırmızı ilə yazaq. Bura olacaq A2, bura olacaq B2, burada olacaq C2. Yəni, diaqram belə qurulur qurulanda. Daha doğrusu, buradan başlayırıq. Üzr istəyirəm. Mən bayaq səhv eləmişəm. Diaqramı quranda buradan başlayırıq. Bax, bu olacaq A2, bu olacaq B2, burada olacaq C2. Hə, mən bayaq səhv eləmişdim. İndi gəldik. Onda nə etməliyəm? A2-ni B2-yə bərabərləşdirməliyəm. A2-ni B2-yə bərabərləşdirirəm. 6x plus 5 böl 5 bərabərdir x plus 2-yə. Buradan da gəlirəm 6x üstəgələk 5 bərabərdir 5x üstəgələk 10-a. Buradan da gəlsəm x bərabərdir 5-ə tapa bilərəm. 14-cü sualda da cavabım A variantı olar. Bu da olur növbəti sualımızın izahı. İndi keçib baxırıq 15-ci suala. 15-ci sualda görək bizə nə deyir? 15-ci sualda deyir ki, elektron cədvəl diaqramı hansı diapazon əsasında qurulmuşdur? Deməli, qiymətlərə baxıram. Nə var qiymətlərdə? 9 var. Yox, bu qiymətlər buradakı qiymətlər deyil. Deməli, biz baxırıq. Burada artımlar 1-1. Burada əslində qiymətlər qoy bir dənə sualın orijinalına baxım yenə. Görün burada hər hansısa bir qiymət verilib mi bizə? Yox, verilməyibdir. Amma artım tempi eynidir də. Yəni, baxın, artım tempi eynidir. Hər dəfə bir şkala qədər artım olubdur. Burada da artım tempi eyni olan variant bir dənə burada A2, S2 diapazonunda var. Ona görə 15-ci sualımızın cavabı sizdə olasıdır Y variantı. Çünki artım tempi dediyim kimi hər dəfə 1-dən 2-yə bir şkala artıbdır. 2-dən 3-ə bir şkala artıbdır. Siz gəlib burada verilən variantlar arasında baxsaq 4, 5, 6 hər biri eyni templə artıbdır deyə ona görə 15-ci suala Y variantı götürəsiniz. Sonra baxırıq 16-cı sual. A1, A5 diapazonu əsasında qurulmuş diaqramın ayrılmış hissəsinə hansı xana uyğun gəlir? A1, A5 diapazonunun hamısının cəmliyin 14%-ni hesablayın, cavabı tapasınız. 7, 5, bunların cəmi 12, 17, 12, 17, 29, 29, 15, 44, 6 bu bizə verir 50. Ayrılan hissə 14%-dir. 50-nin 14%-ni hesablayırsınız. 50-nin 14%-dir bizə verir 7. 7 də bizdə A1 xanasına uyğundur. Deməli, burada da cavabımız 16-cı sualda A variantı olasıdır. 17-ci sualda görək bizə nə deyir? Deyir ki, elektron cədvəldə şagirdlər olimpiyadanın ilk 2 turunda düz yazdıqları sualların sayı, cədvəlin aşağısında isə birinci və ikinci tur üçün bir düz cavaba görə şagirdə verilən bal göstərilmişdir. Y2 xanasına hansı düsturu yazmaq lazımdır ki, Y3, Y8 diapazonunun xanalarına köçürdükdə deməli, hər bir şagirdin 2 mərhələdə topladığı balların cəmi hesablansın. Qoy bu sualı bir də oxuyum. Nəsə deyir ki, elektron cədvəldə şagirdlər olimpiyadanın ilk 2 turunda düz yazdıqları sualların sayı, cədvəlin aşağısında isə bir düz cavaba görə verilən ballar göstərilibdir. Yəni, bu birinci turda doğru sualların balı, ikinci turda doğru sualların balı. Y2 xanasına elə düstur yazmaq lazımdır ki, həmin düsturu Y3, Y8 diapazonuna sürüşdürdükdə balların cəmi. Hə, deməli, biz bu xanaları mütləq ünvan kimi göstərməliyik. Gəlib nə yazacağıq? Məsələn, burada C2 xanasında da C2 vurulsun dollar C, dollar 10, üstə gələk. D2 vurulsun dollar C, dollar 11. Elə burada da sualımızın cavabına baxsaq, 17-ci sualda variantımızın B variantı olduğunu görə bilərik. Çünki bunlar sürüşdürmə zamanı dəyişməməlidir. Ancaq qalanları, məsələn, bura aşağıya sürüşdürəndə C3, D3 olmalıdır. Bura sürüşdürəndə
C4, D4 olmalıdır. Variantımız B variantı olacaq. Sonra gəlib baxırıq 18-ci sualda. A6, C6 diapazonunun əsasında şəkildəki diaqramın qurulması üçün hansı xana C6 xanasına hansı düstur yazılmalıdır? Deməli, A2, A4. A2, A4-ün qiyməti nəyə bərabərdir? 27, 9, 36, 36 ilə də 19-u cəmləyəndə bu da bizə verir 55. Bura gəldik, aldıq 55, 55. Yəni burada B2, B4. B2, B4-də neçədir? 10, 11, 94. 10, 11, 10, 11 bu bizə verir 21. 21 ilə də 94-ü cəmləyəndə bu da bizə verir 115, 115. Deməli, bizdə hə, bura hansı düstur yazmalıyam ki, 255 alım. 55, 115, 255. Variantlardan gəlin baxım da, nə var ki burada? Deməli, B2, C4-ə baxsam, B2, C4 bu 6 dənə xananın cəmidir. Məsələn, A variantında B2, C4 veribdir. Elə bir 115, üstə gəlirəm 45, üstə gəlirəm 40. Bu mənə 200 verir. Yəni, bu olmaz. A2, C4-ün cəmi. A2, C4-ün cəmi olmaz. B variantı da getdi. Sonra gəlib baxıram A2, C4. A2, C4 hesablasaq, A-nın ikincisindən C-nin dördüncüsünə qədər hamısının cəmi. Deməli, 55, 115. Bu bizə verəcək. Bu altısının cəmi. Bu bizə verəcək 170. 170 ilə də 85-i toplasaq, bu da bizə 255 verir. Deməli, burada bütün xanaları cəmin götürməliyəm ki, yəni bərabərdir sam A2, C4 deməliyəm ki, A2, C4 deməliyəm ki, burada A2, C4-də D variantı verilibdir. Yəni, sonuncu xananın qiymətini 255 ala bilim. Sonra gəlib baxırıq, burada bizə nə deyir? A6, C6 diapazonu əsasında şəkildəki diaqramın qurulması üçün A6, B6, C6 xanalarına hansı düsturlar yazılmalıdır? Yenə variantlarla işləyərsiniz yəqin ki. Birinci xanada bizə verib 52. 52, 24, 9, 33, 19, 52. Yəni, məsələn, bura sum A2, A2, A4 düsturun yazmaq olar. A2, A4 görək var burada haradasa. Sum A2, A4 C variantında verilibdir. C variantında verilibdir. Elə buradan hər ehtimal bir dənə C variantını işarələyirəm. Çünki bu xanaya sam A2, A4 gedir. A2, A4. Niyə? Çünki bu birinci xanadır. Birinci xananın qiyməti burada 52-dir. Sam A2, A4-də 52 verir. İndi gəlin baxaq. İkinci xanaya nə verib? 96. Sam A2, A4 C variantında var idi deyə. İkincinə baxıram. Nədir? Sam B2, B4. Görək burada Sam B2, B4 96 verəcək. Məsələn, bura yazılsa Sam B2, B4 27, 25, 52, 44. Bu da 96 verir. Bu da düz gəldi. Onda elə üçüncü düsturda nədir? A2 üstəgəl C4. Əgər burada A2 üstəgəl C4 yazılarsa, A2 üstəgəl C4. A2 24, C4 də 20. 24 ilə 20-nin cəmi 44 eləyir. Burada da 44-dür. Elə deməli, sualımızın cavabı nə imiş? 19-cu sualda C variantı imiş. 20-ci suala baxırıq. 20-də bizə nə deyir? Deyir ki, elektron cədvəlin A5, D5 diapazonu əsasında qurulan diaqram. Baxaq A5, D5-ə. Burada bizə nə veribdir? B1-i D1-ə vurubdur. B1 boş xanadır. Bura 0-dır. Sonra bura nə veribdir? B4 çıxaq D2. B4 9. 9-dan 5-in çıxdım. 4, 4-dən 4-ün çıxdım. Bura 0-dır. 9-dan 5-in çıxdım. B4 9 idi da. 9-dan D2-sin 5-in çıxdım. 4, 4-dən də B2-ni, yəni 4-ü çıxdım, burada 0-dır. İndi baxıram, burada nə verib? Sam A2-dən A4-ə qədər. A2-dən A4-ə qədər bura bizə verəcək 3. Sonra bura nə verib? B2-dən B4-ə qədər. Bu da mənə verəcək 19. Bura nə verib? C2-dən C4-ə qədər. Burada mənə verəcək 19. Bura nə verib? D2-dən D4-ə qədər. Burada mənə verəcək 5. Deməli, gəlib baxıram, birinci 3-də A variantı getdi. Burada deməli 5, 34, 34, 2 dənə bərabər var.
Deməli, çox güman ki, elə bu B variantı olacaq. Çünki məndə 2 dənə 19 var. Bunların cəmi nə eləyir? 19, 19, 38, 8 də burada 46. Məsələn, 19, 46-nın hansı faizini nətər taparam? 19-u vuraram 100-ə, bölərəm 46-ya. 19-u vuraram 100-ə, bölərəm 46-ya. Bu da e, 41 tam neçəsə faiz verir. 19, 19, 38, 8, 46 B variantı olmayacaq. Çünki bu 19 ümumi cəmə bölünəndə 34 faizi vermir, 41 faizi verir. Sonra gəlib baxaram, burada deməli C variantına. C variantında qiymətlərim birdə burada mən 3 almışdım. Amma bu 5-dən başlayıb C variantı da uyğun gəlmir. D variantı 5-in altındadır. 2 ilə 3 bir-birinə bərabərdir. 2 ilə 3 bir-birinə bərabərdir. 4-də 4-ün qiyməti 5 idi. 4-ün qiyməti 5 idi. Burada da bizə 4-ün qiymətin 5-dən bir balaca kiçik veribdir. D variantına oxşuyur, amma bir dənə baxaq görək. Y variantında bizə nə veribdir? 2 dənə eyni faiz olmalıdır. 2 dənə eyni faiz yoxdur. 20-ci sualda bir dənə məcburən D variantını götürə bilərik, amma bunu bu 5-ə birləşdirməlidir. Yəni, bu 5-dən bax, birinci xana, baxım görün, bəlkə mən bunu səhv hesablamışam. D2, D4. D2-dən D4-ə qədər hesablasam, bu 5-dir konkret olaraq. Yəni, hə, burada D variantı götürürük, amma burada nəsə şəkildə bir balaca problem var. Sonra baxırıq 21-ci suala. 21-ci sualda deyir ki, diaqram hansı diapazon əsasında qurulmuşdur? Burada da gəlib baxsaq, 70 3 dənə qiymət var. 3 dənə qiymət. Deməli, mən baxsam C3, Y3-ə. Məsələn, A variantına baxıram. C3, Y3. C3, Y3 bu 3 dənə qiymət. 68, bu 70-in üzərində olmalıdır. Deməli, bu olmayacaq. C3, D3-ə baxsam, C3, D3-də 2 xana var. B4, D4-ə baxsam, B4 70-in üzərindədir. Sonra C4 70-in altındadır. 80-in üzərindədir. Elə bu C variantı düz gəlir 21-ci suala. B4 bircə dəqiqə. 70-in 70-in üzərindədir 75. 60-ın üzərində 68 və 80-in üzərində 83. Bir dənə C2, C4-ə də baxaq. C2, C4-ə baxsaq, bircə dəqiqə. B4-dən D4-ə qədər. Burada C2, C4, C2-dən C4-ə qədər mətnlərdir. Bu heç. Burada Y variantında da B3, D3 veribdir. B3, D3-ə baxsaq, B4. Ha, mən səhv baxmışam. B4, bu elə B3, D3 diapazondur da. Elə bax, bu B3, D3 diapazonu budur. Burada Y olmalıdır. B4, D4 aşağıya düşür. Hə, mən burada üzr istəyirəm. Burada cavabımız 21-də Y variantıdır. Çünki burada B3, D3 diapazonudur. Sonra gəldik, baxdıq, B3, D3-ə baxıb B4, D4 deyirəm. 22-ci suala. Yəqin ki, başa düşərsiniz. Çünki gecə saat 2-yə qalıbdır. Çünki vaxtım hal-hazırda ancaq indidir. Səhər-səhər vaxt tapmaq çətin məsələdir. Şəkildəki diaqram hansı cədvəl əsasında qurulub? Deməli, burada bizə nə veribdir? Cəbrayıl 4-10, Füzuli 20-11, Füzuli 20-11. Füzuli 20 deyil axı burada. Deməli, A variantı olmayacaq 22-ci sualda. B variantı da Cəbrayıl 17-dir. Yəni, bu B variantı da olmayacaq. Sonra Cəbrayıl 10-10 deyil. 14-10 da deyil. 4-10. Füzuli 15-in üstündədir. 17-10. Sonra Zəngilanın bir tərəfi yenə 10-dur. Bir tərəfi 20-10. Çünki o bir xəttə tam dirənibdir. 20-10. Bəli. 20 Qubadlı 25-10. Qubadlı 25-10. Ailə burada Y variantıdır. Sonra gəldik, baxdıq 23-cü suala.
23-cü sualda bizə nə deyir? Elektron cədvəl fraqmentinə uyğun olaraq A3, C3 diapazonunda qurulmuş, yazılmış düsturların nəticələrinə əsasən diaqram qurulmuşdur. Və bizə deyir ki, hansı diaqram A3, C3 diapazonuna uyğundur? Birinci A3, C3 hesablayaq. A1, A2-nin cəmi 6, A1, B1-in cəmi 9, C1, C2-nin də cəmi 15. Deməli, dairəvidirsə bir dənə 50% olmalıdır. Çünki biri digər ikisinin cəmidir. Elə burada da 50% olan C variantı var deyə 23-cü suala cavabı C variantı deyirəm. Niyə? Çünki bir dənə 50% olmalıdır mütləq. 15, 6 ilə 9-un cəmidir. 24-cü suala baxıram. 24-cü sualda bizə nə deyir? 24 Niyə bu belə gedir? Aha, 24-cü sualda deyir ki, elektron cədvəl fraqmenti B2, Y2 diapazonu əsasında qurulmuşdur. Y2 xanasına deyir ki, şəkildəki kimi olması üçün Y2 xanasına yazıla biləcək düsturları. Deməli, B2, Y2 diapazonu əsasında. Gələk A2-nin qiymətini müəyyənləşdirək. A1 plus B1, 5 plus 3, 8 vur 2, bura alıram 16. Bura alıram 16. Bura nə verib? A2 çıxaq C1. Yəni 16-dan 4-ün çıxıram. 16-dan 4-ün çıxanda nə verir mənə? 12. Sonra bura nə verib? B2 bölək C1. 12-ni 4-ə bölürəm. Bura mənə verir 3. D2-yə nə veribdir? B1 plus C2. B1 plus C2. 3 ilə 3-ü toplayır. B1 ilə C2-ni toplayır. 6, 6-nı 2-yə bölür. Burada alır 3. İndi bura nə alacaq? İndi gəldik, baxdıq. Deməli, burada e, bir dənə var bizdə nə? 2 dənə 12,5% var. Bunlar 3, 3-dür. 12,5%. İndi gəldik, baxdıq. Məsələn, mən tapmaq istəyirəm. Y2 xanasına bizdən yazıla biləcək düsturlar istəyir də. Məsələn, mən tapmaq istəyirəm, bunun 50%-i nə qədərdir? Tutaq ki, deyirəm ki, 3, 12,5%-dirsə, 100%-i nə qədərdir? 100%-i x, ümumini tapmaq istəyirəm. Onda buradan neynəməliyəm mən? 100-ü 3-ə vurub, 12,5-ə bölməliyəm də. 100-ü də 3-ə vurub 12,5-ə böləndə mən ümumi alacam 24. 24. Onda e, gəlib mən hesablasam 24-ün 25%-i bu bizə verir 24-ün 25%-i. Ümumiyə 24 tapıramsa 24-ün 50%-i mən onda birinci səhv hesablamışam. 5 ilə 3-ü toplayanda bu niyə belə uyğunsuzluq oldu ki? Bir də hesablayayım. 100-ü vurdum 3-ə, böldüm 12,5-ə. Alıram 24. 24-ün 50%-i 12-dir. 24-ün 50%-i 12-dir. Buradan da bizdə diapazon olaraq B2, Y2 deyir. A2 diapazona daxil deyil. A2 burada məni çarpıtırır. Onda gəlib belə edirik də 24-ün onda bura 6 olmalıdır. Ki, B2, Y2 4 dənə qiymət var da burada. Yəni bu diapazona daxil deyil. Mən heç bunu hesablamalı deyildim. Məni çarpıtırdı. Deməli, baxıram. Mən heç nə 6 ala biləcəyim düsturları hesablayıram. Burada variantlardan qoyub yerini hesablayacağım. Məsələn, B2-ni C2-yə bölsəm, B2-nin qiyməti neçədir? 12. C2-nin qiyməti neçədir? 3. Yəni, bu 12 bölək 3 deməkdir. 12-ni 3-ə böləndə mənə 6 vermir. 1 olanları çıxıram. B getdi, D getdi. B1 ilə D2-ni cəmləsəm. B1 ilə D2-ni cəmləsəm 3 plus 3. Bu mənə 6 verir. 2-ni seçəcəm. 2-ni seçirəmsə, bir də 4 ilə 5-ə baxıram. A1 ilə B1-i cəmləsəm, A1 ilə B1-i cəmləyəndə mənə 8 verir. Olmaz. A1 ilə D1-i cəmləsəm, bu da mənə 6 verir. Deməli, 24-cü sualda cavabımız A variantı olacaq. 2, 5. 25-ci suala baxıram.
25-ci sualda deyir ki, elektron cədvəldə şagirdin imtahanda tutduğu yer, adı, soyadı, topladığı hal, düz və səhv yazdığı sualların sayı göstərilmiş və bu cədvəlin müəyyən diapazonu əsasında diaqram qurulmuşdur. Lakin printerdə olan texnik qüsurla bağlı cədvəlin bəzi xanalarında olan məlumat çap edilməmişdir. Şagirdin bütün sualları cavablandırdığını nəzərə alaraq xanalar və onların qiymətləri arasındakı uyğunluğu müəyyənləşdirin. Deməli, ümumi 32 dənə sual var da. Çünki şagirdlər bütün sualları düzgün cavablandırıb. 32 dənə sualdır. Bir balaca bunu kiçildək görək. Burada bizə nə veribdir? Hə, 32 sualdır. Bəs bu aşağıdakı diaqram nəyi göstərir? Aşağıdakı diaqramda səhvlərin sayıdır da. Bax, birinci adam kimdir? Nihat Şirinov. Nihat Şirinovda 2 dənə olan nədir? Səhvdir. Bu səhvlərin sayıdır. İndi ardıcıllıqla gəlirəm. Bunun 2 dənə səhvi var. Növbətinin 6 dənə səhvi var. Ondan sonra üçüncünün 8 dənə səhvi var. Dördüncünün 12 dənə səhvi var. Beşincinin də 16 dənə səhvi var. Ümumi də 32 dənə sualdırsa, 32-dən 6 çıxanda bunun 26 dənə düzü var. Bunun 20 dənə düzü var. Bunun da 16 dənə düzü var. Deməli, mən cədvəli doldurdum. Məndən nə istəyirdi? Məndən istəyirdi, hə, xanaların qiymətlərini verib də mənə. D3, Y4, D5, Y6-nın qiymətləri. İndi mən baxıram D3-ə. D3-ün qiyməti neçədir? D-nin üçüncüsü buradadır. Ha, buradan baxın. Bu 3-ə baxmayın. D3 bizdə 26-dır. Deməli, onda mən gəlib burada D3-ə 26 hansı variantdadır? 1-ə B. 1-ə B olanda B-də və C-də var. D3-dən sonra D5-ə baxıram. D3-dən sonra D5-ə baxıram. D5 buradadır. D5-in qiymətini, daha doğrusu buradadır. D5-in qiyməti 20-dir. D5-in qiyməti 20. 20 də bizdə hardadır? 2-də D variantı. 2-də D variantı olanda bizə B variantında verilib qalanlarına baxmıram. Sonra baxıram 26-cı suala. 26-da bizə deyir ki, elektron cədvəl fraqmentinə əsasən C1 xanasına hansı ədəd yazılmalıdır ki, şəkildəki diaqram A1, A2, C2 diapazonuna uyğun olsun. Bura bir X desək. İndi baxaq. Sam A1, C1. A2 xanasının qiyməti nəyə bərabərdir? Bunların cəminə. 9, 15, 24 plus X-ə. B2 xanasının qiyməti nəyə bərabərdir? B1 çıxaq A1. 15-dən 9-unu çıxdım. 6. Böldüm 3-ə 2. Bu da B2 bərabərdir 2 üstəgələ X-ə. Onda C2 bərabərdir sam B1, C1. Üstə gələk 20. B1, C1, yəni 15 plus X, üstünə də 20. Bu da bizə verəcək 35 plus X. İndi bizdə bu ən böyük 50% olmalıdır da. Yəni bu 50%dir. 50%. Onda bu ikisinin cəmi buna bərabər olmalıdır. Yəni bu ikisini cəmləyirəm. İkisinin cəmi 50% verməlidir də. Bu da nə eləyir? 26 üstə gələk 2x bərabərdir 35 üstə gələk x-ə. Onda buradan da x bərabərdir 9 alıram. Deməli 26-cı sualda da cavabımız B variantı olacaq. Sonra gəlib baxıram 27-ci suala. 27-də bizə nə deyir? Deyir ki, B1 xanasında yazılmış düstur D1, D2, D3 xanalarına köçürülmüşdür. Bu cədvəl fraqmentinə görə aşağıdakı diaqram hansı diapazon əsasında qurulmuşdur? Deməli, biz birinci B1-in qiymətinə baxaq. B1-in qiyməti neçədir? B1-in qiyməti A1 plus A3 plus 5. A1, A3, 2, 3, 5, 5, 10. Yəni, bura 10 olacaq. Yəni, mən bu düsturu D1, D2, D3-ə sürüşdürsəm, elə bir burada sətr üzrə sürüşdürəndə rəqəmlərim dəyişmir də. Yəni, elə bir burada düstur belə olacaq. Bərabərdir. Dollar A1 plus 1, 2 xana sürüşdürmüşəm deyə. Buradakı A artıq dəyişəcək. Bu olacaq. Bura gəlsəm B, bura gəlsəm C olacaq. Olacaq C dollar 3 və üstə gələk 5. İndi mən bunun qiymətini hesablasam, A1 ilə C3-ün cəmi 2, 4, 6, 5 bura mənə verəcək 11. İndi mən bunu aşağı sürüşdürəndə burada düstur olacaq belə. Dollar A2 üstə gələk C dollar 3 üstə gələk 5. A2-nin qiyməti 2. 2 ilə 4-ü toplasam
Yenə mənə 6 üstə 5 gəlsəm 11. Burada gəlsəm dollar A3 üstə gələk C dollar 3 üstə gələk 5. 3 ilə 4-ü toplasam 7, 7-nin üstünə 5 gəlsəm bu da mənə 12 verəcək. Deməli gəlib baxıram qiymətlərdə nə var? 2 var, 4 var, 12 var. 2, 4, 12-də bir baba burada baxsaq belə bir diapazon var burada. Bu hansı diapazondur? B3, D3 diapazondur. B3, D3 diapazonda 27-ci sualda A variantında verilib bizə. Baxırıq 28-ci suala. 28-ci sualda görək bizə nə deyir? Deyir ki, cədvəldə 7 şagirdin olimpiyadanın 3 mərhələsində yazdığı düz sualların sayı, diaqramda isə hər mərhələ üçün bir suala verilən bal göstərilmişdir. Səhv yazılmış sualların şagirdin nəticəsinə təsir etmədiyini bilərək 3 turun sonunda hansı şagirdin ən çox bal topladığını müəyyən edir. Deməli, burada biz nə edəcəyik? 7 şagird 3 mərhələdə düz sualların sayı diaqramda göstərilibdir. Düz sualların sayı, yəni burada. Diaqramda isə hər mərhələ üçün bir suala verilən bal. Yəni birinci turda 2 bal, ikinci turda 4 bal, üçüncü turda da 6 balla hesablanıbdır. 3 turun sonunda hansı şagirdin ən çox bal topladığını müəyyənləşdirin. Deməli, bunu heç nədə hesablamaq lazımdır. Deməli, birinci turda Uğur deməli, birinci tur 2 ballandır da. 8 vur 2, 4 vur 4, 4 vur 4, 3 vur 6. Bunun cəmi nə eləyir? Bizdə burada 7 nəfərdir, variantlara görə işləyək. 16, 16, 32, 32 ilə də 18-i toplayanda 50 eləyir. Bu uğura tapdıq 50 bal. Sonra gəldik Kəmalə Qurbanova. Kəmalə Qurbanova 9 vur 2, 4 vur 4, 2 vur 6. Deməli 18, 12, 30, 16, bu da 46 bal toplayıb. Burada gəldik yazdık 46. Şəmsdən Əhmədov 8 vur 2, 16, 5 vur 4, 20, 16, 20, 36, 36, 12, bu da 48 verdi bizə. 46, 48. Sonra Lalə Nəhmədova. Nəhmədova 7 vur 2, 14, 16, 30, 36. Bu da elədi 36 bal. Nəzrin Rüstəmova 8, 2, 16, 12. 16, 12, 28, 28 ilə də 24, 48. Elə burada da cavabımız olacaq. Ən çox bal toplayan B variantı Uğur Əhmədli 28-ci sualımızda. Bizdən nə istəyirdi? 3 turun sonunda hansı şagirdin ən çox bal topladığını təyin edin. Əgər səhv hesablamamışamsa, yəni B-dir. Sonra gəldik, baxdıq 29-cu suala. Elektron cədval proqramında A7, D7 diapazonuna əsasən hər bir xanaya natural ədəd yazılmış. Bu xanaların qiymətləri diaqram vasitəsilə ifadə olunmuşdur. Bu diapazondakı xanaların qiymətlər cəminin 200-ə bərabər olduğunu, ən böyük ədəd yazılmış xananın qiymətini ən böyük olan ən böyük faizdir də. 200-ün 40%-ni hesablamalısınız. 200-ün də 40%-i sizə verəsidir 80. Deməli 29-cu sualda cavabımız olacaq elə bu 80. Yəni ən böyük ədəd, xanaya yazılacaq ən böyük ədəd 80-dir. 30-cu sualda bizə nə deyir? 30-cu sualda bizə deyir ki, A1 xanasına hansı tam ədəd yazılmalıdır ki, hesablamaların icrasından sonra A2 C2 diapazonunun alınmış qiymətlərə görə qurulmuş diaqram aşağıdakı kimi olsun. Deməli, burada nə edirik? A2 xanasına. A2 xanasına nə yazılıb? B1 üstəgəl C1 üstəgəl 3. B1 C1 7, 3, 10. A2-nin qiyməti 10. B2-nin də qiymətinə baxaq. C1 plus, bura bir x desək. C1 ilə B1-i toplasaq 4, 3, 7, 2-dən çıxsam 5. 5-i də təzədən B1-ə 4-ə vursam, burada alıram 20. Onda C2-yə də baxaq. C2-nin də qiyməti bərabərdir. A1 plus B1 çıxaq C1. Yəni x plus 4 çıx, x plus 1
daha doğrusu hə x plus 1 vur 2 çıx 2. Yəni 2x bu da bizə elə 2x verməlidir də, səhv eləmirəmsə. Bir də baxım A1 plus B1 yəni x plus 4 çıxaq 3 x plus 1 2x plus x plus 1-i 2-yə vursaq 2x plus 2 bu tərəfdə də çıx 2. Bir dənə ona şeydə baxım, görüm səhv eləmirəm ki. Yəni düzdür, burada veriləndən 30-cu sualdır da bu. 30-cu sualda gəlib baxsaq, deməli belə. Hə, deməli x üstəgəl 4 çıx 3 x plus 1 2-yə vuranda 2x plus 2 çıx 2 C2 də bizə verəcək 2x. Qayda buradan görsənir ki 10 20-nin 20-50%dir. 10 da onun 25%dir. Yəni burada 2 dənəsi də bərabərdir deyə 10 20-yə bərabər deyil deyə 2x 10-a bərabər götürəsik və x də bərabərdir 5 deyə bilərik. 30-cu sualda da cavabımız olacaq 5. Sonra 31-ci sual. Elektron cədvəl fraqmenti verilmişdir. C1 xanasına hansı tam ədəd yazılmalıdır ki, A2, D2 diapazonuna alınmış qiymətlərə görə qurulmuş diaqram aşağıdakı şəklə uyğun olsun. Deməli, bura bir x dedim mən. A1 plus B1 4 ilə 5-i topladım. 9 çıxdım 2-sin. Bu mənə verdi 7. Bu mənə verdi 7. Deməli, 7 də burada hardadır? Elə bu A2 xanasının qiymətidir də. Sonra baxıram B2 xanasının qiyməti. B1 vuraq D1. B1 vuraq D1. 5-i 2-yə vurdum. 10, 5-in çıxdım. Bu da məndə B2 xanasının qiymətidir. 5. C2 xanasının qiyməti B1 çıxaq D1. Yəni 5 çıx 2, 3. Bu C2 xanasının qiymətidir. İndi gəlib baxıram bura. Sam B1 S1. Yəni 5 üstəgələk x bölünsün 2. Nəyin qiyməti olmalıdır? D2-nin. D2-nin də qiyməti burada da 4. Onda 5 plus x 8-dirsə, x də bərabər olacaq 3-ə. Deməli, burada C-nin yerinə yazılmalı qiymət nə olmalıdır? 3 olmalıdır. Bu da olur 31-ci sualımızın izahı. Gəldik, baxdıq 32-ci suala. Elektron cədvəl fraqmentinə əsasən A2-C2 diapazonuna uyğun diaqramın qurulması üçün B1-ə. Deməli, mən baxıram A2. A2-nin qiyməti A1 vuraq B1 plus C1. Yəni 6x üstəgəl 12 deməkdir. 6x üstəgəl 12. B2-nin qiyməti nədir? A2 vuraq 2. A2-nin qiyməti 6x üstəgəl 12 idisə, olacaq 12x üstəgəl 24. Yəni artıq buradan bilirsiniz ki, 50% nədir, 25% nədir və C2-nin də qiyməti nədir? A1 vuraq 5-ə. Yəni 6 vur 5, bu da 30. Bax, bu B2 A2-dən 2 dəfə böyütsə, deməli A2 C2-yə bərabərdir də burada. A2 bərabərdir C2. Yəni 6x üstəgəl 12 bərabərdir 30-dursa, 6x bərabərdir 18-ə və x də bərabərdir 18 6-ya bölsəm, 32-ci suala cavabı 3 ala bilərəm. Baxıram 33-cü suala. 33-cü sualda deməli 4 dənə bərabər hissədir də burada. D1 xanasına hansı ədəd daxil edilməlidir? Deməli, baxıram. A1 üstəgəl S1. 5 ilə 4-ü topladım, 9. 9-u vurdum 5-ə, 45. 1 çıxdım, bu mənə verdi 44. B1 vuraq B1, 49-dan B1 B1-ə vuranda 49, 5 çıxanda bu da mənə verir 44. Yəni, hamısı 44 verəcək. İndi gəlib baxıram, D1-ə x deyirəm də, elə bu da 44 verməlidir də mənə. Onda S1 neçədir? 4x, 4x üstəgələk A1 plus B1, yəni 12, bərabərdir 44 desəm, onda 4x bərabərdir 44-dən 12-sini çıxsam, 32 və x də bərabərdir 8. Elə 33-cü sualda da cavabım 8 olasıdır. 34-cü suala baxıram. Deyir ki, elektron cədvəl fraqmentində A2-C2 diapazonuna uyğun olması üçün S1-ə. Bura gəlib 1x deyirəm. Sam A1 S1. A2-nin qiyməti bərabərdir 24 üstəgələk x-ə. B2-nin qiyməti bərabərdir. B1 çıxaq A1. 15-dən 9-unu çıxdım. 6. 6-nı 3-ə böldüm. 2 plus x. Təkrar sual oxşuyurdu sanki. Baxaq. C2 nəyə bərabərdir? Sam B1 S1. B1 S1 nədir? 15 üstəgələk x. 35 üstəgələk x.
Ha, bu deyəsən əvvəldə bir də var idi. Təkrar sualdır bu. Təbii ki, burada görünür ki, 35 plus x ən böyükdür. Deməli, bu ən böyük faizdirsə, bu ikisinin cəmi buna bərabər olmalıdır da. Yəni, 26 üstəgələk 2x bərabərdir 35 üstəgələk x-ə. Sual təkrarlanıb. X də bərabərdir 9-a. 34-cü sualda cavabımız olacaq 9. 35-ci suala baxırıq. Nə deyir bizə? A2, A5 diapazonu əsasında qurulmuş diaqramın şəkildəki kimi olması üçün A5 xanasına hansı tam ədəd yazılmalıdır? Deməli, burada nə var? 27 var, 4 var, 10 var. 27, 4, 10. A2, A5 diapazonuna uyğun olması üçün. Deməli, birinci biz diaqrama belə başlayıb nömrələyirik də. 1, 2, 3, 4. Birinci xana ən böyük qiymətdir. Deyirsiniz ki, yəni bu 27-dir, bu 4-dür. Deməli, elə bir bura 4-dür. Bura 10-dur. Burada sual buradır. Elə bir 4 buradır. 27, 4, 10 sual. Və siz gəlib tənasib qurursunuz. Deyirsiniz ki, 27, 54 faizdirsə, 27, 54 faizdirsə, sual neçə faizdir? 18. Deyirəm ki, x-da 18 faizdir. Buradan da gəlib hesablasam x bərabərdir. 27 vuraq 18 bölək 54. Bu da bizə 9 verəcək. Deməli 35-ci sualda da cavabımız olacaq 9. Sonra gəlib baxırıq 36-cı suala. Hara getdi bu belə? Çox getdi. 36-cı sualda görək bizə nə deyir? Deyir ki, B1 xanasına hansı tam qiymət yazılmalıdır? Bura bir x dedim. Onda bura olacaq x çıxaq 2. Onda gəlib A2-yə baxsam. A2-nin qiyməti nədir? B1 çıxaq A1. Yəni x çıxaq 2 bölə 2. A2 bərabərdir. Olacaq x minus 2 bölə 2. B2 nəyə bərabərdir? B1 çıxaq C1-ə. Yəni B1 çıxaq C1, yəni x çıxaq 2. X çıxaq x və üstəgəl 2. Yəni B2-nin qiyməti 2-yə bərabər olacaq. Sonra C2-nin də qiyməti B2 üstəgələk A1. Yəni C2-nin də qiyməti bərabərdir 4-ə. B2, A1. Topladım 4. Onda yəni bu belədir də. A2, B2 və C2. Və belə. Yəni biz x minus 2 böl 2-ni bərabər edirik 2-yə. Buradan da x-ə 6 tapmış oluruq. 36-cı sualda cavabımız olacaq 6. 37-ci suala baxırıq. Yenə gəldi, keçid elədi bura. 37-ci sualda bizə nə veribdir? 30-30-40%dir da burada. Deməli, yenə A2-C2 diapazonunu aşağıdakına uyğun olması üçün A1 xanasına hansı tam ədəd? Deyirəm, buraya x yazılsın. Onda mən A2-ni hesablasam, A1 plus B1, x plus 6 çıxaq 3, bu x üstəgələk 3-ü verəcək. B2 xanasında 5A1 üstəgəl C1. Bu da təkrar sualı oxşuyur sanki. 5A1 üstəgəli, amma bu faizlər fərqlidir. 5A1 üstəgəl C1. Yəni 5x üstəgələk 5 bölək 5. 5A1 5x üstəgələk C1 5. 5x üstəgəl 5-i də 5-ə böləndə x plus 1 qalır burada. Bunu yazıram x plus 1. Onda bir də C2 xanası. C2 xanasına da x plus 1, x minus 4 yazıram. X plus 1 vuraq x minus 4. Yəni təbii ki, x plus 3 x plus 1-dən böyükdür. Onda mən bu ikisini bir-birinə bərabərləşdirməliyəm. Yəni B2 C2-yə bərabərdir. Çünki 2 dənə 30% var. Çünki bu A2 bunlardan böyükdür. Onda mən B2-ni C2-yə bərabərləşdirsəm, x plus 1 vuraq, x minus 4 bərabər olsa x plus 1-ə. X plus 1-ləri ixtisarləsək, x minus 4 bərabərdir 1-ə və x də bərabərdir 5-ə. Deməli, bu A1 xanasına yazılmalı qiymət 5 olacaq. 37-ci sualda cavabımız olur 5. 38-ə baxıram. Nə deyir mənə? Elektron cədvəlin B2, B5 diapazonuna görə qurulmuş diaqram əsasında B2 xanasının qiymətini müəyyən edərək C2 xanasının qiymətini hesablayın. Deməli, diaqram hansı diapazon əsasında qurulub? B2, B5. B2, B5 əsasında.
Deməli, buradan bura bir x desəm, burada 10 var. 10. Sonra burada nə var? B2 plus 1 var. Yəni bu x plus 1 deməkdir. Burada da 6 var. Yəni elə bir bura x-dir, bura 10-dur, bura x plus 1-dir, burada 6-dır. Onda mən gəlib nətər hesablayıram? X-i tapa bilərəm də buradan. Deyirəm ki, birinci belə deyirəm. Deyirəm onu 10 şagird 40%-dirsə, 10 şagird 40%-dirsə, 100% neçə şagirddir? Buradan x. Bunu da gəlib həll eləsəm, 10 vurulsun 100 bölünsün 40, x-ə tapıram 25. X-ə 25 tapıramsa, onda bura x deməyək, məsələn, bura bir y deyək. Onda y-də 16%-dir də. 25-in 16%-ni hesablayıram. 25-in 16%-ni hesablayanda bu da mənə verir 4. Deməli, burada y-in qiyməti B2 xanasına, B2 xanasının qiymətini müəyyən edərək C2-ni tapın. B2-dən B5-ə qədər. Onda bura 4-dürsə, bura 5 olacaq. 14, 6, 25 də bura. Burada da bizə verəcək 25. 38-ci sualımızın cavabı. Sonra baxırıq 39-cu suala. Deməli, 39-cu sualda bizə nə veribdir? A2 xanasına hansı tam ədəd yazılmalıdır? Dedim x. Bura oldu. Onda burada x-dir. A2 plus B1 verib. B1 sıfırdırsa burada x verəcək. Sonra bura nə veribdir? A1 plus B2 veribdir. A1 4'tü. A1 4'tü. B2 də x-dir. Yəni, burada x plus 4'tür. İndi burada nə veribdir? C3 vuraq A1. C3 x plus 4 vuraq A1. A1 də 4'dür. Yəni, 4x plus 16 çıxaq 11. Deməli, mən A4 xanasına baxıram. 4x plus 16-dan 11-in çıxanda 4x plus 5 qalacaq. 16-dan 11-in çıxanda 5 qalır axı. Sonra baxıram B4-də. B4-də mənə nə verib? A2 vuraq 7. A2 x-dir. 7-yə 7x üstəgəl 5. 7x üstəgələk 5. Sonra bir də C4-ə baxıram. C4 də nəyə bərabərdir? A1 vuraq A2 4x 4x və çıxılsın A2 x. Yəni bu da mənə verir 3x. İndi gəldik, baxdıq. Bizdə A2 xanasına hansı tam ədəd yazılmalıdır ki, deyir. Deməli, ə, mən burada nə edirəm? Tənasüb qururam da, heç nə. Təbii ki, bu 4x plus 5-dən 3x 20-30%-dirsə, deyirəm ki, ə, yəni bu elə bir bu belə olacaq da, bu A4-ün qiymətidir. Bu B4-ün qiymətidir. Bu da C4-ün qiymətidir. C4-ün qiyməti. Məsələn, indi buradan fərqi yoxdur. Hər hansısa bir nisbət götürərəm. Tutaq ki, C4-ün A4-ə nisbəti. Yəni 3x-in A4-ə, yəni 4x plus 5-ə nisbəti bərabərdir 20-nin 30-a nisbətinə, yəni 2-nin 3-ə nisbətinə. Tənasüb kimi həll eləsəm, 9x bərabərdir 8x plus 10-a, elə x də bərabərdir onun özünə. Deməli, A2 xanasına yazılmalı ədəd neçədir? 10-dur. Bu da olur 39-cu sualımızın izahı. Baxırıq 40-cı suala. Yenə S1 xanasına hansı tam ədəd yazılmalıdır? Bura gəldim, dedim x. İndi baxıram A2-yə. A2-nin qiyməti nədir? A1 plus B1 8, 2, 16, üstünə də 2 gəldim 18. B2-nin qiymətinə baxıram. A1 vuraq C1, üstə gələk 2C1. A1 2, C1 x. 2x üstəgəl 2x. B2-nin qiyməti 4x verəcək. C2-nin qiymətinə baxıram. B1 vuraq B1, 36-dan 16-sını çıxanda bu da mənə verir 20. Yəni, belə hesablayıram da. Bura A2-dir, bura B2-dir, bura da C2-dir. İndi gəlib nə edərəm? Deyərəm ki, məndən nə istəyir? B2-ni taparam da mən. Deyərəm ki, 36%-i 18-dirsə, 18 36%-dirsə, 24%-i nə qədərdir? Buna bir y deyərəm. Onda mən gəlib buradan y-i hesablasam,
Y hesablasam. 24-ü 18-ə vurub 36-ya bölməliyəm də. Bu da mənə nə verər? 24 vuraq 18 bölək 36. Bu y mənə verər 12. Yəni bu tapdığım y B2-nin qiyməti 12-dir. Onda 4x bərabərdir 12-dirsə, x də bərabərdir 3-ə. 40-cı sualda cavabım 3 olasıdır. Gəlib baxıram bu bölmənin sonuncu sualına. 6C6 diapazonu əsasında qurulub B3 xanasına. Burada gəlib bir x deyirəm. Hansı ədəd yazılmalıdır? Görək hansı ədəd yaza bilərik ora. Deməli, burada gəlib nə deyirəm? Sam A2, A4. A2, A4 neçədir? 24, 9, 33, 33 ilə 19-u cəmləyəndə bu bizə verəsidir 52. Bura aldım 52. Sonra sam B2, B4. Bu da mənə verir 52 üstəgələk x. 27, 25, 52 üstəgələk x. A2 ilə də C4-ü toplasam, A2, C4 cəmdə mənə verir 44. İndi mən bura A6 olasıdır. Bura B6 olasıdır. Burada C6 olasıdır. İndi mən görürəm ki, A6 ilə C6-nın cəmi B6-ya bərabərdir də. A6 ilə C6-nın cəmi B6-ya bərabərdir. Yəni ki, 52 üstəgələk x, buradan yazdım. 52 üstəgələk x bərabərdir. 52 ilə 44-ün cəmi nə eləyir? 96-ya. Elə buradan da x nəyə bərabərdir? 44-ə. Bu da olur 41-ci sualımızın cavabı. Deməli, belə. Daha bir bölmənin sizlə bir yerdə sonuna çıxmış olduq. Bölməmiz qrafik diaqram bölməsi idi. Ümidvaram ki, hər birinizə bu bölməmiz faydalı oldu və bu kontentlərin davamlı olması üçün hər biriniz kanalımıza abunə olun, videolarımızı da bəyənib paylaşıb, şərh yazmağı unutmayın. İnşallah növbəti videolarda görüşənə qədər hələlik özünüzdən müğayət olun.